Salam. Bugün mövzumuz təsviri incəsənətin məzmun xəttləri haqqındadır. Təsviri incəsənətin məzmun xəttləri haqqında MİGİL müsahibə mərhələsində suallar verilir və gəlin baxaq görək MİGİL müsahibə mərhələsində məzmun xəttləri ilə bağlı əsasən hansı suallar verilir. Deməli, MİGİL müsahibə mərhələsində məzmun xəttləri ilə bağlı əsasən aşağıdakı suallar verilibdir. Deməli, təsviri incəsənət fənninin neçə məzmun xətti var və hansılardır? Gəlin baxaq görək təsviri incəsənət fənninin neçə məzmun xətti var və hansılardır? Təsviri incəsənət fənninin 3 məzmun xətti var. Birinci məzmun xətti cəmiyyət və təsviri incəsənət, ikinci məzmun xətti təsvir və dekorativ yaradıcılıq, üçüncü məzmun xətti estetik reaksiya. Deməli, təsviri incəsənət fənninin 3 məzmun xətti var. Birinci məzmun xətti cəmiyyət və təsviri incəsənət, ikinci məzmun xətti təsvir və dekorativ yaradıcılıq, üçüncü məzmun xətti estetik reaksiya. Birinci məzmun xətti cəmiyyət və təsviri incəsənət, cəmiyyət və təsviri incəsənət arasında olan əlaqəni bildirir, cəmiyyətdəki təsviri incəsənət nümunələrini bildirir. İkinci məzmun xətti təsviri və dekorativ yaradıcılıq, şagirdlərin əl işlərini bildirir, yəni şagirdlərin əl işləri təsviri və dekorativ yaradıcılıq məzmun xəttinə aiddir. Üçüncü məzmun xətti estetik reaksiya isə şagirdlərin əsərlərdən aldığı təəssüratı bildirir. İndi isə gəlin növbəti suala baxaq. Təsviri incəsənətin məzmun xəttlərinin mənasını açıqlayın. Təsviri incəsənətin məzmun xəttlərinin mənasını az öncə dedim, izah elədim. İndi isə gəlin təsviri incəsənətin məzmun xəttlərinin mənasına daha geniş formada baxaq. Yəni təsviri incəsənətin məzmun xəttlərinin təsviri incəsənətin məzmun xəttlərini ancaq əzbər bilməklə, ancaq əzbərləməklə iş bitmir. Təsviri incəsənətin məzmun xəttlərini əzbər bilməklə yanaşı, həm də həmin məzmun xəttlərinin məzmununu bilmək lazımdır. Yəni, hansı məzmun xətti nəyi bildirir, hansı məzmun xətti nəyə xidmət edir, hansı məzmun xətti niyə var, onu bilmək lazımdır. Yəni, təsviri incəsənətin məzmun xəttlərini əzbərləməklə işimiz bitmir, həm də həmin məzmun xəttlərinin mənasını bilməliyik. Gəlin baxaq görək, birinci məzmun xətti cəmiyyət və təsviri incəsənətdir dedik. Cəmiyyət və təsviri incəsənət məzmun xətti dedikdə nələr nəzərdə tutulur? Gəlin geniş formada baxaq. Deməli, təsviri incəsənətin bu məzmun xətti cəmiyyətdə təsviri incəsənətin rolu, cəmiyyət və təsviri incəsənət arasında əlaqələri, cəmiyyətdə təsviri incəsənət nümunələri, cəmiyyətdə baş verən hadisələrin mahiyyətinin dərk olunmasında, təsviri incəsənət əsərlərinin əhəmiyyəti, təsviri incəsənət tarixinin görkəmli nümayəndələri, onların məşhur əsərləri haqqında məlumatları əhatə edir. Təsviri incəsənətin bu məzmun xəttinin cəmiyyətdə baş verən müxtəlif tarixi hadisələrin, xalqımızın, eləcə də dünya xalqlarının tarixi, mədəniyyəti, adət-ənənələri haqda məlumatların incəsənət əsərləri vasitəsilə şagirdlərə mənimsədilməsində böyük rolu vardır. Təsviri incəsənətin bu məzmun xəttində digər fənlər vasitəsilə mənimsədilən tarixi hadisələrin və tarixi şəxsiyyətlərin təsviri incəsənət əsərlərində əks olunması şagirdlərdə dolğun və əyani təsəvvürlərin formalaşmasında böyük rol oynayır. Təsviri incəsənətin bu məzmun xətti üzrə müəyyən olunan bilik və bacarıqlar şagirdlərdə milli və bəşəri dəyərlərə maraq və hörmət hissi aşılayır, müxtəlif dövrlərdə mövcud olan cəmiyyətlər haqqında təsəvvürlər yaradır. Cəmiyyət və təsviri incəsənət məzmun xəttinə aid nümunələr Əzim Əzimzadə Molla Nəsrəddin jurnalına çəkdiyi karikaturalarda yaşadığı dövrdə cəmiyyətdə mövcud olan problemləri təsvir edib, Jacques-Louis Davidin Napoleon Bonaparte əsəri bu əsərdə rəssam tarixi şəxsiyyəti Napoleon Bonaparte təsvir edib, Francisco Goyanın Madrid üsyanı əsəri bu əsərdə rəssam tarixi hadisəni Madrid üsyanını təsvir edib. Göründüyü kimi təsviri incəsənət əsərlərində təsvir olunan tarixi hadisələr və tarixi şəxsiyyətlər şagirdlərin tarix fənnində öyrəndiklərini əyani şəkildə göstərir.
Yəni 100 dəfə eşitməkdənsə bir dəfə görmək yaxşıdır. Məsələn, şagirdlər tarix dərsində Napoleon Bonaparte haqqında öyrənən zaman elə tarix dərsliyinin özündə, ümumi tarix dərsliyində deməli 8-ci sinifdə səhv eləmirəmsə Napoleon Bonaparte'ın portreti verilibdir. Jacques-Louis David tərəfindən çəkilmiş və şagirdlər Napoleon Bonaparte'ın obrazını Jacques-Louis Davidin çəkdiyi o portret sayəsində görmüş olurlar və bununla da şagirdlər həmin tarixi şəxsiyyəti, yəni Napoleon Bonaparte'ın təkcə siyasətini öyrənmiş olurlar, həm də onu əyani şəkildə görmüş olurlar. Təsviri və dekorativ yaradıcılıq növbəti məzmun xəttimizdir. Deməli, ikinci məzmun xəttimiz oldu, təsviri və dekorativ yaradıcılıq. Təsviri incəsənətin bu məzmun xətti şagirdlərin əl işlərini, yaradıcılığını, bacarığını əhatə edir. Təsviri və dekorativ yaradıcılıq şagirdlərə dizayn bacarıqlarını aşılayır. Təsviri incəsənətin bu məzmun xətti şagirdlərin əqli və estetik inkişafına, bədii zövqünün formalaşmasına, ətraf aləmi anlamağa, obrazlı məntiqi və yaradıcı düşünməyi, hiss və duyğuları əks etdirməyi, mühit və məkan duyumunu inkişaf etdirir. Təsviri incəsənətin bu məzmun xətti şagirdlərdə daxili aləmlə xarici aləm arasında əlaqələrin yaranmasını təmin edir. Təsviri incəsənətin bu məzmun xətti şagirdlərin abstrakt və estetik düşüncə bacarığını inkişaf etdirir. Şagirdlərin rəngləri, formaları, ölçüləri, mənimsəmələrini təmin edir. Təsviri və dekorativ yaradıcılıq məzmun xəttinə aid nümunələr. Şagirdlər payız yarpaqlarını təsvir edərək ətraf aləmi anlamış olurlar. Şagirdlər qar dənəciklərini təsvir edərək ətraf aləmi anlamış olurlar. Növbəti məzmun xəttimiz deməli estetik reaksiyadır. Üçüncü məzmun xətti estetik reaksiya. Təsviri incəsənətin bu məzmun xətti şagirdlərin əsərlərdən aldığı təəssüratı bildirir. Əsərlərdən alınan təəssürat şagirdlərin mənəvi dünyasını zənginləşdirir. Şagirdlərdə gözəlliyi duyaraq milli və bəşəri dəyərlərə hörmət hissi aşılayır. Estetik reaksiya məzmun xəttinə aid nümunələr. Şagirdlər məşhur Holland rəssamı Rembrandtın Səfil oğlunun qayıtması əsərini təhlil edərək əsərin onlarda oyatdığı təəssüratı, əsərin məzmununu müəyyən edirlər. Şagirdlər məşhur rəssam Leonardo da Vinci'nin Mona Lisa əsərini təhlil edərək əsərin onlarda oyatdığı təəssüratı, əsərin məzmununu müəyyən edirlər. Deməli, təsviri incəsənətin məzmun xəttlərinə aid nümunələr söylə. Şagirdlər Leonardo da Vinci'nin Mona Lisa əsəri haqqında məlumat toplayırlar. Bu, cəmiyyət və təsviri incəsənət məzmun xəttinə aiddir. Şagirdlər Leonardo da Vinci'nin Mona Lisa əsərini təkrarlamağa çalışırlar, yəni çəkməyə çalışırlar. Bu, təsvir və dekorativ yaradıcılıq məzmun xəttinə aiddir. Şagirdlər deməli Leonardo da Vinci'nin Mona Lisa əsəri haqqında təəssüratlarını ifadə edirlər. Bu isə estetik reaksiya məzmun xəttinə aiddir. Bu qədər. Ümid edirəm məzmun xəttləri ilə bağlı hər şeyi başa düşdünüz. Əgər məzmun xəttləri ilə bağlı başqa sualınız varsa, rəy bölümündə yaza bilərsiniz. Bugünlük bu qədər. Sağ olun.